Bir neçə gün əvvəl Şadlıq Sarayında baş verən zəhərlənmə halı ilə bağlı ümumilikdə 36 nəfər xəstəxanalara müraciət edib. Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Mansur Piriyev deyir ki, yığıncaqlar üçün iaşə obyekti seçərkən bir çoxları dəbdəbəyə daha çox fikir verir. Halbuki ilk növbədə diqqət yetirilməli məsələ həmin məkanın mətbəxidir. Bu ilin 3 ay ərzində ümumilikdə 415 deməli yoxlama keçirilib ictimai yaşam müəssisələrində və burada 389 ictimai yaşam müəssisəsində ciddi nöqsanlar aşkarlanıb. Və bu nöqsanlar bir daha onu göstərir ki, həmin şadlıq evlərində bir sıra tələblərə, qaydalara əməl olunmur. Xüsusilə deməli gigiyenik rejim gözlənilmir və bu gigiyenik rejimin gözlənilməsi, yəni gözlənilməməsi nəticəsində bir sıra belə deyək də, xoşgəlməz hallar baş verir. Bu zaman həm məhsullarla davranış qaydaları pozulması halları müşahidə olunur. Xüsusilə məhsulların emalı, saxlanılması zamanı həm mal qonşuluq prinsipinə, həm çarpaz çirklənmə kimi faktlar aşkarlanır. Bununla bağlı olaraq sahibkarlar üzərinə düşən məsuliyyət dərk etməli və bu istiqamətdə öz fəaliyyətləri daha da təkmil şəkildə həyata keçirməlidirlər. Mütəxəssislər deyir ki, xüsusilə açıq şəkildə satılan, yaxud düzgün konservləşdirilməmiş turşu və şorbalar, bir-birinə uyğun gəlməyən tərkibdə olan qidaların eyni vaxtda qəbul edilməsi də zəhərlənmələrə səbəb olur. Zəhərlənmə halı baş verəndən təxminən 1 saat sonra qana keçir. Qida məhsulu qəbul etdikdən sonra tez bir vaxtı mədədə sorulduqdan sonra əlamətlər başlayır. O əlamətlər də baş ağrıdır, baş gicəllənmədir, qarın nahiyəsində diskomfortdur, köpdür, dediyim kimi ürək bulanmadır, qusmadır və tək-tək hallarda ishalda ola bilər və bədənin hərarəti də qalxa bilər. Bu əlamətlər olduqda onu bildirir ki, qida zəhərlənməsi faktı var və tez bir vaxtda mədə bağırsaqdan bu qida ilə bağlı olan toksinlər bunlar qana keçir və qanda da proses daha da inkişaf olur. Bu prosesin qabağını almaq üçün mütləq məsləhətdir ki, tez bir vaxtda həkimə özünü çatdırmaq. Zəhərlənmə zamanı ilkin yardım etməyi bacaranlar təhlükəni daha tez aradan qaldıra bilirlər. Bəs görəsən vətəndaşlar zəhərlənmə zamanı ilkin yardımı edə bilirlərmi? Zəhərlənmədən sonra ilkin müdaxilədə nə etmək lazımdır? Birinci mədəni yumaq lazımdır, su vermək lazımdır, həkimə müraciət etmək lazımdır. Su içizdiririk, çalışırıq qaytatdıraq, belə, yəni qatıq ağartı mayədən istifadə elətdiririk. Həkimə müraciət olmalıdır. Yəni bəs ilkin məsələn kimsə zəhərlənib evdə nə edirsiniz? Nə bilim, marqanistli su, qatıq yemək, sodalı su içmək ki, belə zəhərlənmənin qarşısını alsın. Mütəxəssislər həm də ət və tərəvəz məhsullarının qaynadılmasına üstünlük verilməsini vacib hesab edir. Bu, zəhərlənmədən yayınmaq üçün ən effektiv üsullardan biri hesab olunur.